cümə günüdür. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Dünyada İmam Hüseyin ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Bu ayda bütün günahlarımıza qələmmə əfv çək. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Şəhidlərimizi Kərbəla şəhidlərindən məşhur elə. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Qəbrimizin əvvəl gecəsində əlimiz hər yandan üzləndə İmam Hüseyin əleyhissalam başımızın üstündə hazır elə. Hər kimin məclisdə nə hacəti var, nə dərdi var, qəlblərdən özün xəbərdarsan. Sən and verirəm İmam Hüseynə, Babul Həvaic Həzrət Əbəlfəs hörmətinə, bizim hamımızın dərdlərimizə dərman elə. Bizi bu cümə günündə öz evindən əlboş naümid yola salma.